Salam əziz izləyicilər. Əgər 2026-cı il ərzində əhəmiyyətli dəyişikliklər və yeni imkanlar gözləyiriksə, may ayı bu dəyişiklikləri həyata keçirmək üçün lazımi şərtlərin ortaya çıxmağa başlayacağı ay olacaq. Başqa sözlə, təhsil almağa və ya iş yerinizi dəyişdirməyə başlamağı planlaşdırırsınızsa, indi bunu etməyin tam vaxtıdır. Bürcünüzdən asılı olmayaraq, may ayının ideyaların tədricən yetkinləşməsi üçün şərait yaradan bir ay olduğunu unutmamaq vacibdir. Buna görə də hər hansı bir qərara və hərəkətə daxili tarazlığı qoruyaraq praktik yanaşmaq lazımdır. May ayının bütün bürcləri üçün məsləhət, hadisələrin tədricən yetkinləşməsinə və inkişaf etməsinə icazə verin, həyatı tələsdirməyin. Hər şeyin öz vaxtı var. Buyurun, ətraflı izləyin. Abunə olmağı unutmayın. Qoç. May ayı daxili iş və səliqə sahman dövrüdür. Köhnə layihələri tamamlayın, ümidsiz münasibətlərdən imtina edin və yenilərinə yer ayırın. Nəticələrə yalnız rasional yanaşma və intizamla nail olmaq olar. Emosional impulslara təslim olmayın. Maliyyə ardıcıl hərəkət etsəniz, uğur qazanacaqsınız. Riskli və ya kortəbii investisiyalardan və xərclərdən çəkinin. Rəhbərinizlə vəzifə yüksəlişi barədə danışmağı planlaşdırırdınızsa, diplomatiya və taktika tətbiq edin. İş yerlərini dəyişdirmək üçün yaxşı zamandır. May ayının ilk həftələrində pul borc almaqdan çəkinin, maliyyə vəziyyətiniz qeyri-sabit ola bilər. Şəxsi həyat, köhnə münasibətlərə qayıtmaq istəyinə müqavimət göstərin. May ayının 3-cü 10 günlüyündə maraqlı bir insanla həyatı dəyişdirən görüş mümkündür. Sağlamlıq, əsəb gərginliyi problemlərə səbəb ola bilər. Boğaz və qulaqlar həssasdır və boğaz ağrısı və ya qulaq infeksiyası inkişaf riski var. Adi soyuq dəymənin sinusitin ağırlaşmasının qarşısını almaq üçün müalicəni laqeyd yanaşmayın. Buğa. May ayı sizin üçün yeni əlaqələr, sosial qarşılıqlı əlaqələr və səyahətlər ayı olacaq. Təşəbbüs göstərin, başqalarının fərq etməsini gözləməyin. 20 maydan sonra karyera yüksəlişi mümkündür. Şəxsi həyat, diqqətiniz ailə və yaxın dostlara yönələcək. Ailəvi səfərlər və görüşlər mümkündür. Bu bürcün subay nümayəndələri üçün ayın sonu xüsusilə əhəmiyyətli olacaq. Səfər və ya taleyüklü görüş mümkündür. Evdə təmir, yenidən qurma və vacib məişət problemlərinin həlli mümkündür. Sağlamlıq, may ayında hava həssaslığı özünü hiss etdirəcək. Sağlamlığınızın pisləşməsi və baş ağrıları mümkündür. Müayinələri laqeyd yanaşmayın, çünki onlar gizli xəstəliklərə işarə edə bilər. Artıq ağırlaşmalara çevrilə biləcək infeksiyalara qarşı həssassınız. Maliyyət, peşəkar inkişaf və nəticədə vəzifə yüksəlişi üçün imkanlar yaranacaq. Karyerada tamamilə dəyişiklik üçün yaxşı şanslar var. Bu, biznes üçün çətin bir dövr olacaq. Rəqiblər daha aktiv olacaqlar. Buna görə də hər addımı diqqətlə düşünün. Əkizlər, may ayı sizin üçün ilin ən dinamik vaxtıdır. Bununla belə həm işdə, həm də sevgidə bacardığınızdan artıq yük götürməyin. Şəxsi həyat, yeni insanlara və yeni hisslərə açıq olsanız, yeni tanışlıqlar qurmaq və münasibətlər qurmaq şansınız var. İşdə nə qədər məşğul olsanız da, maraqlı tədbirlərə və ya dostlarla görüşlərə dəvətləri rədd etməyin. Sağlamlıq, bu ay dəriniz xüsusilə həssasdır və problemlərlə qarşılaşa bilərsiniz. Hətta dermatoloqa müraciət etməyinizə ehtiyac yarana bilər. Həmçinin pəhrizinizə diqqət yetirin, həddindən artıq yeməkdən çəkinin və tanış olmayan qidalarla ehtiyatlı olun. Zəhərlənmə riski var. Maliyyə, işdə karyera yüksəlişi mümkündür və iş axtaranlar bir neçə maraqlı təklif alacaqlar. Maddi vəziyyətiniz olduqca sabit olacaq və bonus və ya maaş ala bilərsiniz. Ayın sonuna yaxın cüzdanınızla diqqətli olun. Planlaşdırdığınızdan daha çox xərcləmək riski daşıyırsınız. Xərçəng. May ayı xərçəng bürcləri üçün əhəmiyyətli şəxsi inkişafları vurğulayacaq. Yeni tanışlıqlar, etiraflar və mübahisələr olacaq, lakin ayın sonuna qədər hər şey sonda çoxdan gözlənilən bir harmoniyada bir araya gələcək. Maliyyə, işdə həmkarlarla mübahisələr mümkündür və ağır iş yükü sizi əsəbləşdirəcək və həddindən artıq işləməyə səbəb olacaq. Xüsusilə də rəhbərlərinizlə açıq münaqişələrdən çəkinin. May ayında böyük məbləğdə pulla işləməməyə çalışın. Aldatma və fırıldaqçılığa qarşı həssassınız.
Sağlamlıq, sinir sisteminiz may ayında zəif nöqtənizdir və hər yeni mənfi hadisə onu daha da zəiflədə bilər. Sinir yorğunluğu səbəbindən mədə-bağırsaq traktına aid olanlar da daxil olmaqla xroniki xəstəliklər də pisləşə bilər. Səyahət edərkən diqqətli olun. May ayı travmatik bir aydır. Şəxsi həyat, keçmiş həyatdan olan biri ilə münasibətləri yenidən canlandırmaq şansı var. Xüsusən də may ayının sonuna doğru. Lakin bu, subay xərçəng bürcləri üçün yalnız müsbət bir inkişafdır. Bu bürcün ailə nümayəndələri mübahisələr və münaqişələrlə qarşılaşa bilərlər və qarışıqlıq yaratmamaq, qapını çırpıb getməmək, başqa yerdə təsəlli axtarmamaq, hər şeyi yoluna qoymağa və nəyin bahasına olursa olsun güclü münasibətlər saxlamağa çalışmaq vacibdir. Şir bürcü üçün may ayı ünsiyyət və sosial qarşılıqlı əlaqə ilə dolu bir ay olacaq. Komanda işi böyük bir şəxsi irəliləyiş üçün yol açmağa kömək edəcək. Bu ay kursa başlamaq və ya təhsil səfərinə getmək üçün yaxşı vaxt olardı. Şəxsi həyat, may ayı həyəcanverici romantik hadisələr gətirməyəcək. Lakin bir çox xoş və isti dostluq görüşləri olacaq. Yazın sonuna qədər əks cinslə ünsiyyətdə daha aktiv olacaqsınız və artan diqqətdən zövq alacaqsınız. Sağlamlıq, may ayı sağlamlıq problemləri üçün bir zaman olmayacaq. Amma profilaktik tədbirləri də unutmayın. Bu xüsusilə doğrudur, çünki açıq havada daha çox vaxt keçirmək imkanınız olacaq. Mütəmadi yuxu qrafikinə əməl edin və yüksək temperaturla oynamayın. Günəş vannası qəbul etmək də mülayim şəkildə edilməlidir. Maddi vəziyyət, peşəkar fəaliyyət uğurlu olacaq və bilik və bacarıqlarınızı nümayiş etdirmək imkanınız olacaq ki, bu da rəhbərləriniz tərəfindən qiymətləndiriləcək. Bu, iş axtarmaq və bacarıqlarınızı inkişaf etdirmək üçün yaxşı zamandır. Maliyyə vəziyyətiniz sabitdirsə, ehtiyatsız xərclərdən çəkinmək yaxşıdır. Ev işləri ilə bağlı gözlənilməz xərclər mümkündür. Qız bürcü üçün may ayı ilin ən sabit ayı olacaq. Təhsil, səyahət və sənədləşmə işləri üçün uğurlu olacaq. May ayında xoş və ya xoşagəlməz sürprizlər gözləməyin. Maliyyə, işdəki mövqeyinizi gücləndirəcəyinizi gözləyə bilərsiniz. Nə qədər enerjili və məqsədyönlü olsanız, maliyyə vəziyyətiniz bir o qədər sabit və təhlükəsiz olacaq. Şəxsi həyat, müəyyən münasibətlərdə olan qız bürcünün üzvləri tərəfdaşlarını dinləmək və anlamaq üçün çox səbir tələb edəcəklər. Ancaq yalnız bu halda münaqişələrdən qaça biləcəksiniz. Subay qız bürcünün nümayəndələri bu ay maraqlı biri ilə qarşılaşma ehtimalı azdır. Lakin onlar yaya tam hazırlaşa biləcəklər. Sağlamlıq, may ayında həzm problemləri mümkündür. Buna görə də pəhrizinizi balanslaşdırmağa və dərmanların həddindən artıq istifadəsindən çəkinməyə çalışın. Xroniki xəstəliklərin kəskinləşməsi riski də var. Səhhətiniz pisləşərsə, özünü müalicə etməkdən çəkinin. Tərəzi, ən əlverişli aylarınızdan biri yaxınlaşır. Bu, həm peşəkar inkişaf, həm də müxtəlif sahələrdə uğur gətirəcək. Səyahətlər, görüşlər və istənilən yeni səylər uğurlu olacaq. Maliyyə ayın əvvəlində vəziyyət qeyri-sabit ola bilər. Amma ikinci yarıya qədər yeni tərəfdaşlıqlar və ya yarımştat iş vasitəsilə gəlirinizi artırmağın yolunu tapacaqsınız. Bu bürcün yaradıcı nümayəndələri ən şanslı olacaqlar. Layihələriniz tanınacaq. Şəxsi həyat, romantikada daha qətiyyətli olun. Bu, partnyorunuzun hisslərinizə etibar edəcəyi və münasibətlərinizi müdaxilələrdən qoruyacağınız yeganə yoldur. Məişət problemləri və çətinliklər hisslərinizin gücünü ciddi şəkildə sınaya bilər. Sağlamlıq, qaraciyərinizə, börəklərinizə və həzm sisteminizə xüsusi diqqət yetirin. Onlar bu dövrdə ən həssas olacaqlar. Ciddi bir şey yoxdur, amma bir neçə gün oruc tutmaq zərər verməyəcək. Əqrəb. May ayı əqrəblər üçün yeni layihələrə qapı açacaq və köhnə layihələri effektiv və rahat şəkildə başa çatdırmaq üçün fürsət yaradacaq. Bu, intensiv transformasiya dövrü olacaq. Əgər vacib bir işi tamamlayırsınızsa, onu 19 maydan əvvəl başa vurmağa çalışın. Maliyyə, vəziyyət sabitdir, amma ani sərvət gözləməyin. Maddi uğur işinizin miqdarından deyil, keyfiyyətindən gələcək. Xüsusilə sövdələşmələr bağlayarkən və müqavilələr imzalayarkən diqqətli olun. Fırıldaqçılıq riski yüksəkdir.
Şəxsi həyat, may ayında çox maraqlı biri ilə tanış ola bilərsiniz. Subay əqrəblər hətta yeni münasibətlərə başlaya bilər. Bu bürcün ailə üzvləri partnyorları ilə daha çox vaxt keçirmək, bəlkə də birlikdə səyahət etmək şansına sahib olacaqlar. Sağlamlıq, bu baxımdan hər şey yaxşı olacaq, sadəcə pəhrizinizə diqqət yetirməyi unutmayın. Pəhriz səhvləri xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Ulduzlar yüngül soyuq dəymə halında belə özünü müalicə etməməyi məsləhət görürlər. Fəsadların qarşısını almaq üçün həkimə müraciət etmək daha yaxşıdır. Oxatan. Yazın sonu oxatan üçün aktiv və dinamik olacaq. Yeni imkanlar su kimi axacaq və uğur qazanmaq üçün fürsəti əldən verməmək üçün şuurlu və strukturlaşdırılmış şəkildə hərəkət etməlisiniz. Romantik səylər və yaradıcı layihələr 19 maya qədər uğurlu olacaq və ayın sonunda sağlamlığınıza diqqət yetirməyə dəyər. Maliyyə vəziyyətinizin sabitliyinə baxmayaraq, may ayında daha qənaətcil olmalısınız. Ayın sonu üçün böyük alış-verişlər planlaşdırmaq ən yaxşısıdır. May ayının 3-cü 10 günlüyündə əlavə gəlir mənbələri yarana bilər. Şəxsi həyat, subay oxatanlar xoş bir görüş gözləyə bilərlər. Baxmayaraq ki, romantik münasibətlərin gərgin, lakin keçici olma ehtimalı daha yüksəkdir. Bununla belə, ailəli oxatanlar ailə mübahisələri zamanı sözlərinə daha diqqətli olmalı olacaqlar. İndi ailə harmoniyasının açarı dözümlülük və tolerantlıqdır. Sağlamlıq, istirahət üçün vaxt ayırmağı unutmayın. Çünki xroniki xəstəliklərin kəskinləşmə riski may ayında xüsusilə yüksəkdir. Ay cərrahi əməliyyatlar, xüsusən də bir şeyin çıxarılması ilə əlaqəli əməliyyatlar, diş müalicəsi üçün əlverişlidir. Oğlaq, may ayında nəzərə çarpacaq müsbət dəyişikliklər gözləyin. Bir məqamda özünüzü yeni bir səviyyəyə çatmış kimi hiss edəcəksiniz. Bu, xüsusilə şəxsi münasibətlərinizdə nəzərə çarpacaq. May ayının ilk 2 həftəsində ev işlərinə və gündəlik problemlərin həllinə diqqət yetirin. Lakin 3-cü həftəni romantikaya və yaradıcılığa həsr edin. Maliyyə may ayı sabit maliyyə vəziyyətinə zəmanət verir. Lakin tələsik qərarlardan, xüsusən də investisiyalara gəldikdə çəkinin. İş adamları biznesə başlamaq üçün yaxşı vaxt hesab edə bilərlər. Lakin ideyalarınızı rəqiblərdən qoruyun və onları atmazdan əvvəl hər addımı diqqətlə nəzərdən keçirin. Şəxsi həyat, may ayı subay oğlaqlar üçün biri ilə görüşmək üçün əla fürsətlər təqdim edir. İntuisiyanıza qulaq asın. Bu, sizi ömürlük tərəfdaş ola biləcək birinə yönəldə bilər. Ailəyə yönəlmiş oğlaqlar, xüsusən də tərəfdaşlarına daha çox diqqət yetirməli və iş üçün evlərindən imtina etməməlidirlər. Sağlamlıq, həzminizə diqqət yetirin. Sağlam olmayan pəhriz səbəbindən problemlər yaranma riski daşıyırsınız. May ayında qaraciyəriniz də həssas olacaq, ona görə də onu həddindən artıq yükləməməyə çalışın. Onurğanıza qulluq edin, zədə və iltihab riski var. Dolça. May ayı gərgin keçəcək, 19 maya qədər iş və ünsiyyətlə dolu olacaq. 3-cü 10 günlük dövrdə isə ev, ailə və daxili rifahla bağlı narahatlıqlar olacaq. Bu ay tənqidi düşüncədən çəkinməyə və sadəcə həyatdan zövq almağa çalışın və həyat sizə çox maraqlı fürsətlər təqdim edəcək. Maliyyə sabitlik olmayacaq, ona görə də xərcləri təxirə salın və böyük alış-verişləri gələn aya və ya heç olmasa may ayının sonuna qədər təxirə salın. Bununla belə, ayın ikinci yarısı yaradıcılığı ilə dolanışığını təmin edənlər üçün istedadlarından pul qazanmaq üçün fürsətlər təqdim edəcək. Şəxsi həyat, xoş romantik sürprizlər gözləyin. Subay dolçalar ünsiyyət qurmaq istədikləri biri ilə tanış ola bilərlər. Lakin tələsik qərarlar verməyin, xüsusən də çox dəyər verdiyiniz azadlığa gəldikdə. Ailəyə yönəlmiş dolçalar ailəvi səyahətə çıxa və ya dostlarını dəvət edə bilərlər. Sağlamlıq, rifah baxımından heç bir problem gözlənilmir. Amma yaxşı olanı pozmamaq üçün pis vərdişlərdən çəkinmək yaxşıdır. Zehni vəziyyətinizi izləmək və istirahət etmək üçün fürsətlər tapmaq vacibdir. Balıqlar. May ayı emosiyalarla, yeni peşəkar imkanlarla və vacib xəbərlərlə dolu olacaq. İmpulsiv xərcləri nəzarətdə saxlayın və böyük alış-verişləri ayın sonuna qədər təxirə salın.
Maliyyə vəziyyət sabitdir, əlavə pul qazanmaq imkanları var və köhnə borclarınızı ödəməyə imkan verən sərfəli təkliflər ortaya çıxacaq. Bununla belə fikirlərinizə diqqətli olun və emosiyaların təsiri altında investisiya qoymaqdan və ya alış-veriş etməkdən çəkinin. Şəxsi həyat, əks cinsdən maksimum diqqət alacaqsınız və bu bürcün subay nümayəndələri layiqli tərəfdaş tapmaq və güclü münasibətlər qurmaq şansına sahib olacaqlar. Bu bürc altında ailələri olanların ailəsinə yeni bir insan əlavə oluna bilər və ya çox vacib birgə qərar verə bilərlər. Sağlamlıq, may ayının əsas təhlükələri xəsarətlər və soyuq dəymədir. Profilaktik tədbirləri laqeyd yanaşmayın, immunitet sisteminizi gücləndirin. Avtomobil sürərkən, idman edərkən və səyahət edərkən təhlükəsizlik tədbirlərinə əməl edin.